Aha, deməli biz Azərbaycanın nəqliyyatı dərsindən əsas məsələləri qeyd eləyək. Deməli biz bilirik ki, burada deməli nəqliyyat, baxın burada nəqliyyatın bizə tərifini verib. Yəni Azərbaycanda əsasən nəqliyyat iqtisadiyyatın ən mühüm sahəsi olub, özündə nələri birləşdirir, indi onlara baxırıq. Deməli, nəqliyyat vasitələrini birləşdirir, avtomobil, təyyarə, gəmi, qatar və sairə. Daha sonra nəqliyyat yollarını birləşdirir özündə. Ondan sonra yardımçı obyektləri, misal üçün liman, stansiya və sairə, dayanacaq və sairə və nəqliyyatı idarə edən mütəxəssisləri özündə deməli birləşdirir. Yəni bunlar hamısı ümumilikdə nəqliyyat adı altında gedir. 2015-ci ildə biz bilirik ki, Azərbaycanda ümumdaxili məhsulun 5,4%-ni, yəni Azərbaycan daxilində belə deyək, istehsal olunan məhsulların ümumilikdə 5,4%-i nəyə aiddir? Nəqliyyat sahəsindən əldə edilən gəlirlərin hesabına deməli aiddir. Azərbaycanda deməli nəqliyyat sahəsində ən böyük yenilik ilk dəfə olaraq Bakı şəhərində Konka yolunun istismara verilməsi olmuşdur. Və indi Azərbaycanın aid olduğu, yəni üzərindən keçdiyi hansı böyük magistral yollar var, onlara baxaq. İki əsas magistral yol biz qeyd edəcəyik. Deməli, birincisi Böyük İpək yolu sayılır. Traseka da deyirik biz buna. Böyük İpək yolu deməli və şimal-cənub magistral yolu, yəni şimal ölkələri ilə cənub ölkələrini birləşdirən magistral yolun üzərində yerləşir, deməli, Azərbaycan. Aha, və Azərbaycanda ümumi yolların uzunluğu deməli 59.141 kilometrə deməli bərabərdir. Bunun da təxmini yarısı nədir? Bərk örtüklü yollar sayılır. Əsas yollar, deməli daha doğrusu son illərdə bizdə Azərbaycanda çəkilmiş yollardan biz Zəfər yolunu qeyd edə bilərik və biz buna həm də Füzuli-Şuşa avtomobil yolu da deyirik. Ümumi uzunluğu 101,5 kilometrdir və üzərində də 4 körpünün olduğunu biz deməli bilirik. Füzulidən deməli Əhmədlibəylidən başlayır, ta düz gedir Şuşada İsa bulağına qədər, yəni uzanır həmin bu yol. Baxın burada sağda, aşağıda xəritədə mən sizə göstərən həmin bu yolu. Gördünüzmü? Burada deməli Füzulidən başlayır, qırmızı xəttlə çəkdim, ta ki Şuşaya qədər, yəni gedib çatır. Həmin bu xəritədə biz həm də başqa nəyi görə bilərik? Burada Ağdamdan birbaşa, yəni Xocalı, Xankəndidən, Şuşadan keçməklə Laçına gedə bilərik. Daha sonra Xocavənddən Xocalıya, daha doğrusu Xocavənddən Xankəndiyə və başqa bir yol isə Ağdamdan, deməli, Xocavənddən, Füzulidən keçmək şərti ilə Cəbrayıla da yolun çəkildiyini biz görə bilərik. Aha, və Zəfər yolunun açılışı da 2021-ci ildən deməli baş vermişdir. Yəni 2021-ci ildən artıq istifadəyə verilib Zəfər yolu. Deməli hardan hara oldu? Füzulidən Şuşaya qədər. Aha, deməli biz burada daha sonra Azərbaycanda deməli ilk avtomobil yollarından Bakı-Şamaxı Kürdəmiri qeyd edə bilərik. Quba Dəvəçini qeyd edə bilərik. Daha sonra Lənkəran Cəlilabadlı, Lənkəran Leriki, Şəki-Zaqatala alanı, Yevlax Şuşanı, Şuşa Görüş, daha sonra Ağdam, Cəbrayıl və Qaramarlı Ordubad Culfa yollarını biz Azərbaycanın ilk avtomobil yolları kimi qeyd eləyə bilərik. Ümumilikdə Azərbaycanda isə hal-hazırda avtomobil yolları əsas 3 istiqamətdədir. Deməli, birincisi Bakıdan Qazaxa ta Gürcüstan sərhəddinə qədər uzanır. Uzunluğu da 503 kilometrdir. Daha sonra Bakıdan Qubaya Rusiya sərhəddinə qədər uzanır. Uzunluğu 208 kilometrdir və Bakıdan Astaraya deməli İran Respublikasının sərhəddinə qədər 312 kilometr deməli Azərbaycanda bu 3 əsas istiqamətdə avtomobil yolları deməli uzanır. Və bir şey də qeyd edeyim ki, Azərbaycanda həmin bu avtomobil yollarını birləşdirən körpülərin ümumi sayı biz
qeyd eləyəcəyik ki, nədir? Deməli, 1478 ədəd körpü biz qeyd eləyəcəyik ki, Azərbaycanda deməli, avtomobil yollarını birləşdirir. Ümumi biz iqtisadi rayonlar üzrə baxsaq, baxın burada 2022-ci ilin statistikasını verib. İqtisadi rayonlar üzrə baxsaq, ən deməli uzunluğuna görə, yəni avtomobil yollarının uzunluğuna görə biz birinci yerdə qeyd eləyəcəyik haranı? Lənkəran-Astara iqtisadi rayonunu. 1979 kilometr ümumi yolların uzunluğudur. Ən az isə biz deməli Şərqi Zəngəzurda görürük. Orada deməli həm relyefin belə deyək, çətin olması ilə əlaqədar olaraq, həm də yeni belə deyək, işğaldan azad olması ilə əlaqədar biz orada avtomobil yolunu demək olar ki, rast gəlmirik. Yəni burada deməli avtomobil yolları çox zəif, belə deyək, inkişaf edib. Aha, deməli daha sonra biz burada Azərbaycanda ilk dəfə olan deməli dəmir yollarına baxacağıq. Deməli, dəmir yollarına biz qeyd etsək, Azərbaycanda ilk dəfə 1878-ci ildə Bakı-Sabunçu-Suraxanı dəmir yolu deməli istifadəyə verilib. Daha sonra biz burada Bakı-Tbilisini görürük, 550 kilometr. 1900-cu ildə Bakı-Dərbəndi, daha sonra Ələt-Culfanı, yəni Ələt-Culfa dedikdə Ələt biz bilirik ki, Bakıdan ta haraya qədər? Culfan, Naxçıvana qədər deməli həmin bu 1941-ci ildə nə olub? İstifadəyə verilib. Hal-hazırda deməli işğal altında olduğu üçün bir hissəsi fəaliyyət göstərmir. Aha, deməli. Aha, deməli biz burada deməli dəmir yollarının ümumi deməli Azərbaycanda əsas hansı dəmir yolları var? Biz onlara bir nəzər yetirək. Xəritəni daha doğrusu ekranı daha yaxşı görmək üçün telefonu yan tutun. Telefonu yan tutun ki, deməli ekranı daha yaxşı görə biləsiniz. Deməli Azərbaycanda əsas biz qeyd eləyəcəyik. Deməli yeni xəttlərdən Osmanlı-Astaranı uzunluğu 125 kilometrdir. Baxın biz burada görürük Osmanlı-Astaranı qırmızı ilə çəkirəm sizin üçün. Deməli sağdakı şəkildə və bu nəyə aiddir? Elektrikləşdirilməmiş, deməli, yəni sarı rənglə verildiyi üçün elektrikləşdirilməmiş dəmir yollarına aiddir. Daha sonra biz deməli Yevlax-Mingəçeviri görürük. Yevlax-Mingəçevir qısa bir yoldur. Daha sonra 19 kilometrdir. Yevlaxdan Xankəndiyə 105 kilometr görürük. Baxın, Yevlaxdan Xankəndiyə bir qismi deməli elektrikləşdirilməyib, bir qismi də istismarda deyil. Yəni işğalla əlaqədar istismarı dayanmışdı. Daha sonra biz Yevlax-Balakən yolunu görürük, qatar yolunu. Deməli 162 kilometrdir. Baxın Yevlaxdan Balakənə deməli bu şəkildə. Daha sonra Salyan-Neftçala 35 kilometr. Baxın, Salyan-Neftçala 35 kilometr biz deməli həmin bu dəmir yolunu qeyd eləyə bilərik. Aha, daha sonra biz burada deməli Bakı-Tbilisi-Qars dəmir yolunu görürük. Həmin bu Bakı-Tbilisi-Qars deməli nəyin tərkib hissəsidir? Pekindən Londona qədər, mən keçən dərs qeyd eləmişdim. Deməli dəmir ipək yolunun bir hissəsidir. Deməli Bakı-Tbilisi-Qars deməli biz burada qeyd edirik. Baxın, bu elektrikləşdirilmiş sayılır. Bakı-Tbilisi-Qars dəmir yolu, yəni deməli dəmir ipək yolunun bir hissəsi sayılır. Aha. Hal-hazırda deməli Azərbaycanda Bakı-Astara-Təbriz dəmir yolu üzərində işlər gedir və bu deməli dəmir yolu üzərində 2016-cı ildə 17 milyon ton yük və 2 milyona yaxında sərnişin daşınmışdır. Aha, indi bizdə burada cədvəldə deməli hansı nəqliyyat
yolu, magistral və dəmir yolları hansı rayonlardan keçirsə onlara baxacağıq. Yəni bu da SSR-ə düşür, vacib bir deməli hissədir. Deməli, birinci başlayaq avtomobil yollarından. Bakı-Qazax avtomobil yolu, deməli, Abşerondan, Hacıqabuldan, daha sonra Kürdəmirdən, Ucar, Ağdaş, Yevlax, Goranboy, Şəmkir, Tovuz, Ağstafa və Qazaxdan keçir. Aha, bu deməli inzibati rayonlar üzrə, iqtisadi rayonlar üzrə də Bakı, Mərkəzi Aran, Gəncə, Daşkəsən və Qazax Tovuzdan keçir. Bakı-Quba isə deməli Siyəzəndən, Şabrandan, Xaçmazdan və Qubadan keçir. İnzibati rayon olaraq Bakı-Astara deməli o da deməli Salyan, Neftçala, Cəlilabad, Masallı, Lənkəran və Astaradan inzibati rayon olaraq keçir. Daha sonra biz dəmir yollarına baxaq. Bakı-Tbilisi deməli dəmir yolunun keçdiyi iqtisadi rayonlar Bakıdan başlayır. Gördüyünüz kimi Mərkəzi Arandan, Gəncə, Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarından keçir. Bakıdan Dərbəndə olan deməli dəmir yolu Siyəzəndən, Şabrandan və Xaçmazdan keçir. Ələt Culfa, yəni Ələt biz dedik ki, Bakının Qaradağ rayonundadır. Culfa da Naxçıvan ərazisində bir deməli rayondur. Keçdiyi iqtisadi rayonlar deməli Bakı, Şirvan, Salyan, Mil, Muğan, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandan keçir. Yəni ən çox, ən uzun bu olduğu üçün ən çox da deməli rayondan keçən budur. Osmanlı Astara isə deməli Şirvan, Salyan, Mil, Muğan və Lənkəran-Astara iqtisadi rayonlarından keçir. Burada da biz onların deməli hansı inzibati rayondan keçdiklərini görə bilərik. Aha. Daha sonra biz burada boru kəmər nəqliyyatına da baxaq. Azərbaycanda əsasən Azərbaycanda neftin və qazın deməli daşınmasında, yəni ixracında boru kəmərdən istifadə olunur. Deməli Bakı-Supsa neft boru kəməri deməli Səngəçal terminalından başlayır. O da dedik ki, hardadır? Deməli Qaradağ rayonundadır. Bakı inzibati rayonunun Qaradağ rayonunda Səngəçal terminalından başlayır və Bakıdan Şirvan, Salyan, Mərkəzi Aran və Gəncə, Daşkəsən, Qazax Tovuz iqtisadi rayonlarından keçərək deməli Gürcüstanın Supsa terminalına qədər nə olur? Gedir, çatır. Ümumi uzunluğu isə biz dedik ki, 837 kilometrdir. Nə daşınır bununla? Neft daşınır. Bəziləri qazdır, bəziləri neftdir. Yəni bunları mütləq yadda saxlamaq lazımdır. Deməli Gürcüstanın deməli Qaradəniz sahilindəki Supsa terminalına qədər Bakı-Supsa neft boru kəməri hardan başlayır dedik? Səngəçal terminalından, yəni Qaradağ rayonundan. Daha sonra Bakı-Novosibirski neft boru kəməri, bu da nefti gördüyünüz kimi, o da Səngəçal terminalından başlayır və Xəzər dənizi sahili boyunca Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarından keçir. Haraya qədər? Rusiyanın Novosibirski limanına qədər. Uzunluğu isə 1330 kilometrdir. Yəni daha uzundur bu Bakı-Novosibirski neft boru kəməri. Daha sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməridir. 2006-cı ildən istifadəyə verilib və Gürcüstan ərazisindən deməli keçməklə Türkiyənin deməli Aral dəniz sahillərinə qədər uzanır. Ümumi uzunluğu 1767 kilometrdir. Yəni bu daha uzundur Bakı-Novosibirskidən. Aha. Deməli, bunu biz qeydlədik. Burada da əsasən nə daşınır? Neft daşınır Bakı-Tbilisi-Ceyhandan. Daha sonra biz deməli Bakı-Tbilisi-Ərzurum qaz boru. Bax görürsüz, Bakı-Tbilisi-Ərzurum qaz borudur. Digərləri isə neft deməli boru kəməridir. O da 2006-cı ildən istifadəyə verilib. Ümumi uzunluğu isə 971 kilometrdir. Aha, Türkiyənin Ərzurum şəhərinə qədər uzanır. Tbilisidən, yəni Gürcüstandan keçmək şərti ilə. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri. Aha, deməli burada Türkiyənin BOTAŞ şirkətinə, deməli BOTAŞ şirkətinin boru kəmərinə qoşulur və 15 il ərzində Azərbaycan deməli
Türkiyəyə qaz, deməli, ixrac edəcək və oradan da həmin bu, deməli, eee, BOTAŞ şirkətindən də Yunanıstana həmin bu qaz gedərək oradan Avropanın digər ölkələrinə də, deməli, həmin bu qazdan istifadəsi mümkün olacaq. Biz TANAP layihəsini qeyd eləyə bilərik. Türkiyədən keçməklə Azərbaycanın təbii qazının Avropa Birliyi ölkələrinə çatdırılmasıdır. Ümumi uzunluğu isə 1854 kilometrdir və Yunanıstan sərhəddindən o da deməli TAP-a, yəni Trans-Adriatik boru kəmərinə qoşulur və oradan da Avropaya deməli Azərbaycan qazı ixrac olunur. Deməli neft boru kəmər nəqliyyatından bu qədər. Daha sonra biz dəniz nəqliyyatına baxaq və deyir ki, bizdə dəniz nəqliyyatında ən ucuz nəqliyyat növü olub, sərnişin və yüklərin daşınmasında deməli kəskin surətdə digərlərindən fərqlənir. Deməli biz burada Azərbaycan üçün təkcə Xəzər dənizinin böyük əhəmiyyətə malik olduğunu qeyd eləyəcəyik və Azərbaycan dünya okeanına da çıxmaq şansı Xəzər dənizi vasitəsilə mümkündür. Əvvəl biz burada deməli xarici və daxili yükdaşımalara baxaq. Daxili yükdaşımalara biz kabotaj deyirik. Kabotaj özü də iki hissəyə bölünür. Nədir? Böyük kabotaj dedikdə biz deməli bir ölkəyə məxsus, baxın bir ölkəyə məxsus müxtəlif dənizlər. Yəni bir ölkənin amma müxtəlif dənizlərin deməli limanları arasında olan daşımalara biz deyirik deməli böyük kabotaj. Misal üçün, tutaq ki, Türkiyədə Egey dənizinin hər hansısa bir limanından Mərmərə dənizinin hər hansısa bir limanına hər hansısa bir yük daşınırsa, buna biz böyük kabotaj deyəcəyik. Kiçik kabotaj isə bir ölkəyə məxsus olub eyni dəniz limanları arasında. Misal üçün biz Azərbaycanda Bakı liman bilirsinizsə, liman hansı rayonun deməli hansı iqtisadi rayonun, daha doğrusu inzibati rayonun şəhəridir? Qeyd eləyin, baxın. Liman şəhəri hansı iqtisadi rayonun şəhəridir? Yazı yerinə qeyd eləyin. Liman şəhəri hansı iqtisadi rayonun şəhəridir Azərbaycanda? Yaxşı, yazan yoxdur, yəqin ki, bilmirsiniz. Bu aiddir Lənkərana. Lənkəran deməli inzibati rayonunun 2 dənə şəhəri var. Bilirik ki, bəzi inzibati rayonların bizdə Azərbaycanda 2 dənə şəhəri olur. Lənkəranda isə biri limandır, digəri isə elə Lənkəran şəhərinin özüdür. Misal üçün, Xaçmazda Xaçmaz şəhəri var və bir də Xudad şəhəri var. Deməli, biz bunu qeyd elədik. Və daha sonra biz Azərbaycanın xarici ölkələrə, daha doğrusu dəniz yolu ilə xaricə necə çıxdığına biz baxaq. Burada həm şəkildə də düşsün, şəkil üzərindən. 2 yolu var Azərbaycanın. Birincisi nədir? Volqa çayı, baxın Volqa çayı görürsünüz, bu Xəzər dənizdə, düzdürmü? Volqa çayı vasitəsilə biz gəlirik. Volqa-Don kanalı, baxın buradan Volqa-Don kanalına keçirik. Daha sonra biz oradan Don çayı, Azov dənizi, baxın keçdik Azov dənizinə. Oradan Keç boğazı vasitəsilə Qara dənizə, keçdik buradan Qara dənizə. Daha sonra Bosfor boğazı, Mərmərə dəniz, Dardanel və Aralıq dənizi vasitəsilə biz Atlantik okeanına çıxırıq və Aralıq dənizini Atlantik okeanını da birləşdirir nə? Cəbəl Tariq boğazı. Yəni biz bu vasitə ilə birbaşa Atlantik okeanına çıxa bilirik. İkinci yol nədir bizdə? İkinci istiqamət Volqa çayından, baxın Volqa çayından biz gəlirik belə haraya qədər? Rubinski su anbarına qədər. Rubinski su anbarına çatdıqdan sonra biz Baltik və ya Ağdəniz vasitəsilə, deməli Baltik və ya Ağdəniz vasitəsilə dünya okeanına çıxa bilirik. Azərbaycanda deməli ən böyük liman biz dedik ki, Bakı deməli dəniz ticarət limanıdır. 1902-ci ildən fəaliyyətə verilib. Deməli həm də bu nədir? Deməli dünyada, daha doğrusu Xəzər dənizində ən böyük
liman sayılır Bakı limanı. Aha. Biz burada deməli Bakı limanını deməli qeyd elədik və 2015-ci ildə 6,6 milyon yük və 8,5 min sərnişin daşınıb. İndi bu marşrut istiqamətləri Bakıdan necədir? Türkmənistanın Türkmənbaşı və Bektaş şəhərlərinə, baxın Türkmənistanın görürsüz Türkmənbaşı və Bektaş şəhərlərinə uzunluq 305 və 302 kilometrdir. Daha sonra biz Qazaxıstanın Aktau şəhərinə gedə bilərik. Baxın burdan Qazaxıstanın Aktau şəhərinə gedə bilərik. Deməli Xəzər dənizi vasitəsilə. Deməli İrana biz Əncəli limanına gedə bilərik. 324 kilometrdir uzunluq. Bakıdan Əncəliyə deməli gedə bilərik və Rusiyaya Əştərxan limanına biz deməli 863 kilometr yolla gedə bilərik Əştərxan Rusiyanın limanına. Yəni ən uzun biz burada 863 kilometr deməli Rusiyanı hesab edirik. Ən yaxın isə bizdə olacaq hansı? Deməli Bakı Bektaş 302 kilometr. Aha, yəni Bakıdan biz bütün Xəzər dənizi ilə qonşu olan rayonlara gedə bilərik. Aha. Sualları sonda uşaqlar. Sualları sonda alacağam. Aha, daha sonra biz Azərbaycanda nəqliyyatdan biz hava nəqliyyatını qeyd eləyə bilərik. Ən böyük hava limanı Azərbaycanda Heydər Əliyev adına beynəlxalq hava limanıdır. Başqa hava limanları olan rayonlarımız Naxçıvan, Gəncə, Zaqatala, Qəbələ, Yevlax, Zabratda kiçik hava limanları nədir? Mövcuddur və biz bundan əlavə deməli işğaldan azad olmuş ərazilərdə deməli Füzulidə, Zəngilanda və sairə hava limanlarının tikildiyini də bilirik. Yəni yeni hava limanlarının tikildiyini də bilirik. Nəqliyyat qovşağı nədir? Nəqliyyat qovşağı dedikdə biz 3 əsas deməli nəqliyyat qovşağını qeyd edirik. Kəsişən 3 növ var, yəni qovuşan, kəsişən və şaxələnən. İndi bu kəsişən nədir? Kəsişən eyni tip nəqliyyat növünün, baxın burada hamısı maşındır, düzdürmü? Eyni tip nəqliyyat növü bir yerdə deməli kəsişirsə buna biz kəsişən deməli nəqliyyat qovşağı deyirik. Qovuşan hansıdır? Müxtəlif növ. Baxın, biri gəmidir, biri təyyarə, biri qatar və s. Bunlar bir yerdə belə deyək qovuşursa biz buna qovuşan deməli nəqliyyat qovşağı deyirik. Şaxələnən isə bir yerdən çıxandır. Yəni müxtəlif növ çıxır da, təyyarə çıxır, qatar, avtomobil, gəmi və s. bir yerdən çıxır. Buna da biz dedik nə? Şaxələnən nəqliyyat qovşağı dedik. Əsas nəqliyyat qovşaqları Azərbaycanda Bakıdadır. Biz bilirik ki, əksər rayonlara getmək üçün biz hardan keçməliyik? Bakıdan keçməliyik. Daha sonra Yevlaxdır, Gəncədir və Şirvandır. Aha. Deməli, biz burada deməli Azərbaycanda yük və sərnişin daşımalara görə, baxın yük və sərnişin daşımalara görə ardıcıllıq, yəni üstünlük hansılardasa onlara baxaq. Yükə görə, baxın burada birinci yükə görə verib, ən birinci hansıdır? Avtomobil. Həm də avtomobil nədir? Sərnişində də birincidir. Daha sonra yükə görə ikinci boru nəqliyyatıdır, 3 dəmir yolu, daha sonra dəniz və hava. Hava nədir? Yük daşımada sonuncudur Azərbaycanda. Sərnişində isə birinci avtomobildir, yükdə olduğu kimi. Daha sonra dəmir yoldur. Üçüncü yerdə hava, dördüncü yerdə isə nədir? Dəniz nəqliyyatıdır. Burada da deməli qrafikdə siz görürsünüz. Aha, Azərbaycan başqa deməli hansı yollar üzərindədir ona biz baxaq. 2000-ci ildə baxın, görürsünüz, Rusiya, İran və Hindistan arasında deməli sazişə əsasən şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir Azərbaycan. 2005-də qoşulub. Başqa hansı ölkələr var burada? Azərbaycandan başqa Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, daha sonra İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukrayna.
baxın xəttini də göstərirəm sizə. Baxın burdan misal üçün Omandan ən aşağı biz Oman deyirik də, yəni ən aşağıda burada Omandır. Omandan başlayır, gəlir İrana, daha sonra Azərbaycandan keçmək şərti ilə Rusiyaya, oradan da Sankt-Peterburq limanına, Belarus və Ukraynaya gedə bilərik. Yəni hər hansı bir yükün daşınmasında bundan istifadə olunur. Aha, bunu da biz qeyd edərik. Aha, daha sonra biz burada deməli Azərbaycan iqtisadi əlaqələrindən saldo məsələlərinə baxaq. Baxın, burada məsələlərini verib. Saldo nədir? Biz dedik ki, ticarət balansına keçən dəstə demişdik ki, saldo deyilir və müsbət və mənfi olmaqla iki yerə bölünür. Aha, indi biz baxaq məsələyə. Ölkənin ixrac etdiyi məhsulun dəyəri, ümumiyyətlə saldo necə idi? Biz demişdik ki, ixracdan, baxın, ixracdan çıxırıq idxalı. Cavab əgər müsbətdirsə, müsbət saldo, mənfidirsə, biz buna deyirik nə? Mənfi saldo. Aha. Deməli, ölkənin ixrac etdiyi məhsulun dəyəri 5500 milyon dollar. İdxal isə nədir? 4850 milyon dollardır. Ticarət balansını deyir, hesablayın. Yəni 5500-dən 4850 çıxacağıq, 650 milyon dollar və müsbət rəqəm alacağıq. Deməli, bu ölkənin idxal etdiyi, yəni aldığı məhsullar ixrac etdiyi, yəni satdığı məhsullardan daha azdır. Yəni pul baxımından. Yəni satdığı belə deyək daha çoxdur. 2020-də ölkədə 480 milyon manatlıq məhsul ixrac olunub, yəni satılıb. Ticarət balansı müsbətdirsə və ixracın 30%-nə bərabərdirsə, idxalı biz tapmalıyıq. Deməli, 480 nədir burada? İxracdır. Belə deyək də, ixrac, çıx, idxal bərabərdir. Deməli, müsbət alınıb. Bizə deyik ki, müsbət alınıb. İndi ixrac nə qədərdir bizdə? 480. Çıxacağıq nəyi? İdxalı. İdxalı da biz bilmirik nədirsə. Lakin 480-dən nədir? Kiçikdir. Aha, burada bizə qeyd edilir ki, əvvəlcə deməli, ticarət balansını təyin eləməliyik. Və bizə 30% verdiyi üçün 480-in 30%-ni tapacağıq. Eləyəcək neçə? 144. Aha, deməli 144 bizdə nədir? İdxaldır. Bizdə demişdik ki, 30%-də 480-dən də 144 çıxacağıq. Eləyəcək neçə? 336. Deməli, milyon nə? Manat. Deməli, ümumi ticarət balansı oldu nə? 336 milyon manat. Aha, daha sonra burada deməli, başqa nə məsələ var? Məsələ 3-də nə deyir? 2020-də ticarət dövriyyəsi 30 milyard dollardır. Yəni, həm idxal və həm ixracın cəmi, idxal və ixracın cəmi. Daha sonra, yazaq da bura idxal, üstəgəl ixrac neçədir? 30. Ticarət balansı müsbətdir və 6 milyard olub. Yəni, idxaldan, daha doğrusu ixracdan çıxmış idxalı neçə eləyib? 6. Müvafiq olaraq ixrac və idxalın dəyərini müəyyən edin. Bunu biz sistem təmlik kimi də həll edə bilərik. Baxın, burada bizə verib, görürsünüz, cəmi 30, fərqi isə 6-dır. Sistem təmlik kimi, deməli, tərəf-tərəfə biz bunu toplasaq, deməli, burada idxallar ixtisar gedəcək, 2 ixrac olacaq nə? Deməli, 30, 6, ixrac olacaq buradan 18. İxrac 18-dirsə, 36 cəmi, daha doğrusu 30 cəmi olmaq üçün idxal neçədir? 12-dir. Aha, deməli biz idxalı 12 tapdıq, ixracı da 18 tapdıq. Baxın, burada da idxalı 12 verib, ixracı da 18 bizə verib. Aha, deməli, burada Azərbaycanda aizləri qeyd edilib 2009-cu ildə. Deməli, plan qəbul olunub, aizlər. Azərbaycanda hansı aizi var? Ələt. Yəni, Qaradağ rayonunun Ələt ərazisində biz Azərbaycanda Xəzər dəniz sahilində deməli, aiz nədir? Azad iqtisadi zona. Həmin burada azad iqtisadi zonanı qeyd eləyirik. Burada nələr olacaq? Burada liman olacaq. Daha sonra beynəlxalq logistika mərkəzi olacaq. Ondan sonra daxili logistika mərkəzi olacaq və yük terminalı burada
deməli təşkil olunacaq. Aha, deməli dərsimiz burada bitirək dərsimizi. Burada başqa xəritə də var idi, mən sizin üçün qeyd eləmişdim, bir dənə ona da baxaq. Deməli uşaqlar, bu xəritədə biz neft kəmərini görürük, qara xəttlə verib bizə. Neft kəmərini bizə verib qara xəttlə, qırmızı qırıq-qırıq xəttlə də verib bizə nəyi? Qaz kəmərini. İndi biz baxaq, hansı rayonlardan keçdiyini də biz burada görə bilərik. Baxın, görürsünüz. Deməli, misal üçün biz buradan Bakı Novosibirski, deməli, xəttini görürük, neft xəttini. Ondan əlavə biz burada müxtəlif qaz xəttlərini görürük. Gördüyünüz kimi qırmızı xəttlə işarələnir biz üçün. Baxın, burada da deməli Gürcüstana gedən deməli neft və qaz xəttləri. Ondan sonra deməli Astara, İran ərazisinə gedən qaz xəttini biz buradan deməli görürük. Neft xətti də deməli burada hansı iqtisadi rayonlardan keçirsə, baxın burada misal üçün Quba-Xaçmaz, Quba-Xaçmaz iqtisadi rayonu mavi rənglə verib. Deməli Bakı Novosibirski Quba-Xaçmazdan neyniyir? Keçir. Bakıdan və Abşerondan. Abşeron da burada bizə göy rənglə verib. Yəni bu xəritəni də mən deməli həm deməli kanallara göndərəcəm və oradan da bu xəritəyə siz baxa bilərsiniz. Əsas deməli burada qeyd olunub ki, boru kəmərləri və keçdiyi iqtisadi və inzibati rayonlar. Bu xəritəni göndərəcəm, baxarsınız. Aha.